Salam. Beynəlxalq Asiya Olimpiyadasında birinci siniflər üçün 2024-cü ildə düşmüş qəbul sualını sizin üçün izah edirəm. Deyir ki, bir futun 12 düymə bərabər olduğunu nəzərə alaraq iki boru var. Onların uzunluqları 4 fut 6 düym və 6 fut 8 düymdür. İki borunun uzunluqları cəmi nə qədərdir? 1 fut 12 düymə bərabərdir. Bunda nəzərə alaq ki, 12 düym 1 futdur. Başlayırıq. Alt-alta hesablayayım. 6 fut, yox, daha doğrusu 4 fut. 4 fut, 6 düym, 6 fut, 8 düym. Altın üstünə 8 gələndə edir 14. 14, 4-ün üstünə 6 gələndə 10. İndi biz burada 14 yazmayaq da, neçə düym 1 futa bərabərdir? 12 düym. 14-dən 12 çıxıram, qalır 2. 2 düym. 4-ün üstünə 6 gəlirəm 10. 10-un üstünə 1 futu gəlirəm edir 11 fut. Soruşa bilərsiniz ki, bu 11 niyə oldu, 2 düym niyə oldu? Çünki 12, 14, buradan yazmaq olacaq. Aha, 14 düym. Baxın, burada məlumat verir ki, 1 fut 12 düymə bərabərdir. Biz bura 14 yazmırıq. 14-dən 12-sini çıxıram. 12 düymü. 12 düymü edirəm 1 fut. Yazıram kənarda, yaddaşımda qalsın. Burada isə qaldı 2 düym. 2 düymü yazdım bura. 4-ün üstünə 6, 10. Bir də buradaydı 11. Bu qədər.